Salam mənim canlarım, mənim kanalıma xoş gəlmisiniz. Mən bu günlərim Kayseri yağlaması hazırlayıram. Onun üçün xəmir yoğurdum. Kündələrə ayırdım. 40 qramlıq kündələrə yuxaları yaydım. İndi yuxalarını hazırlayıram. Sonra içliğini hazırlayacağım. İndi dəbdədir Kayseri yağlaması. Dedim mən də paprov eləyəm. Balanca yuxalar yaydım. Əti çəkirəm indi. Əti qoyun əti götürmüşəm. Bir də toyuğun sinətindən. 3 dənə iri biber götürmüşəm, qırmızı biber, 3 dənə pomidor, 2 dənə iri soğan, 4 diş sarımsaq. Göyərtilərdən doğramışam, hazırlamışam göyərtilərdən şüyüd, kişniş, bir də göy soğan. Pripravalardan duz əlavə eləmişəm, acı stod, əzilmiş kişniş toxumu. İndi mən başlayıram yağlayıb yıxmağa lavaşları. Здравствуйте, дорогие гости моего канала. Я сегодня готовлю очень вкусно. Сейчас модно. Все готовят. Я хотела, я тоже попробовать. Kayseri yağlaması. Я надеюсь, будет вкусно. Почему нет? Домашний фарш, очень вкусно, свежий, с мясом я сама покрутила, туда добавила. Мясо очень свежее было, баранье мясо, и туда добавила куриную грудку, все покрутила хорошо. Мясо вообще отлично было у меня. 3 большой крупный болгарский перец, 3 помидора, 2 крупный лук, 4 зубчик чеснок. Приправа я добавила соль, перец и молотый кориандр. Зеленая кинза, укроп, зеленый лук я добавила. Вместе хорошо я пожарила, потушила. Сейчас начинала слоями собрать. Начинка тоже очень ароматная, вкусная. И лаваш домашний тоже вкусно, хороший. Canlarım mənim, mən hazırladı qutarmışam, indi doğrayıram. Дорогие мои, закончила я, все смазала. Сейчас я кусками нарезаю. Я еще готовила домашний готовым соус чесноком. Mən ev qatığı ilə çesnok əzmişəm, sarımsaq qatığı hazırlamışam. Sarımsaq qatıqla mən fikirləşirəm, lap dadlı olar inşallah. İndi başlayaq. Hələ yoxlamamışıq, yoxlayaq, paprov eləyək, görək necə alınır. Yaxşı olar, necə olar ki? Allah can sağlığı versin hər birinizə, hər birinizin ruzunuz, bərəkətinin bol olsun, süfrəniz hər zaman gözəl nemətlərlə dolu olsun, pişirdiyinizi ağız şirinlə yeyin. Like koymağınızı unutmayın. Mənim Kayseri yağlamam hazırdır.